Zamanında qarşınıza bir məqsəd qoymuşdunuzmu ki, mən bu yolla gedəcəm və o yoldan da getdiniz? Bu yol özün məni seçdi. Mən inanın, mən daha tez başladım oxumaq kimi danışmaq uşaq olanda. Mən уже məktəbdə ildən demək olar ulduz idim. Mən oxuyurdum Yeni İl Şənliyi, 8 Mart, nə bilim nə, özdə starşıklassniklər yanında mən balacayım, mən onlar üçün. Artıq uşaq vaxtından alışmışdın. Bəli. Sonra konservatoriya, sonra Moskvada Gneysenka, oradan buradan həmişə necə sevdim, ulduz yox, şir burcu həmişə. Hər zaman üstün olmaq. Həmişə onu görürsən. Mən məsəl üçün qayda soraram, mən sıra tuturam, bu şir, ya qoç, ya oxatan. Onlar fərqlənirlər, sıra bilinir. Ona görə bəlkə. Amma keçmişə mən belə qərara gəldim, mən vəbşi keçmişə baxmıram. Elə bir bu keçmiş həyat keçdi. Mən indi gələcəkdən, mən indi Samir Bagirov təzə versiya olacağım, başa düşürsünüz. Bu bir. İkinci bir söz deyəcəm, mən 40 ildən почти sənətdəyim. Bəli, bəli. Və deyim sizə, mənim ən əsas mahnısı, mən hələ oxumadım. Bu qabaqdadır.